Salam uşaqlar, bugün sizinlə mövzu sınaq 4-ün izahına baxacağıq. MHM 99 sınaq toplusundan. Deməli, deyir ki, birinci sualda 5,4-də 3-ün 2,3-ə nisbətini faiz ilə ifadə edin. Deməli, biz 5,4-də 3-ü ən yaxşısı gəlin keçirək düzgün olmayan kəsrə. Olacaq 4-də 23 şəklində. Bunu böləcək nəyə? 2,3-ə. 2,3-də düzgün olmayan kəsr nədir? 10-da 23 şəklində olacaq. Bunu deyir faizə çevirək nisbətini. Birinci nisbətini tapaq. Böləndə tərsinə vuracaq. Olacaq 4-də 23. 4-də 23 vurulsun. 10-da 23-ün tərsi 23-də 10 olacaq. Buradan da 23-lər ixtisar gedəcək. Qalacaq bərabər 4-də 10 şəklində. Yenidən bu nisbətini inəməliyik? Faizə çevirməliyik. Deyir faizlə ifadə edəyim. Vuracam nəyə? 100 faizə. Ədədi faizə çevirəndə nə edirdik? 100 faizə vururduq. Faizə də çevirəndə 100-ə bölürdük. İndi ədədi faizə çevirmiş üçün 100-ə vuracaq. Yəni bərabər olacaq. 4 ilə 100 ixtisar gedir. Qalır 25. 25 ilə ona vuranda düşəcək 250 faiz. Yəni birinci sualda doğru cavab olacaq. D variantı. Keçək ikinci suala. Buranı biraz böyüdək. Sualı siz yaxşı görün. Təbii ki, PDF Telegramda var. Çalışın birinci özünüz işləyin. Sonra izaha baxın. İkinci sual deyir. M parçası NK parçasından demək, buraya yazıram. 3 dəfə böyükdür. Onda birinci parçanı buradan çəkək ki, qeydlərimizi apara bilək. M, bura olsun N, bura olsun K, burada olsun yekunda B. İndi deyir, M parçası NK parçasına 3 dəfə, KB parçası da NK parçasına 4 dəfə böyükdür. Onda NK parçasına biz 1x desək, deyir ki, M parçası NK-dan 3 dəfə böyükdür. Onda bu M olacaq neçə? 3K. Buranı da bağlayaq. 3x daha doğrusu. Sonra deyir ki, NK parçası KB-də, KB hissəsi bu hissədə NK-dan 4 dəfə böyükdür. Onda burada yazıram 4x olacaq. İndi deyir MB 48 olarsa, yəni ümumi uzunluq 48 isə, onda olacaq 3x plus x plus 4x bərabər 48-ə. Buradan 8x bərabər 48-ə, x də bərabər düşəcək 6-ya. Bizdən də KB-nin uzunluğunu soruşur. KB neçə idi? 4x. Yəni 4 vur 6 bərabər 24 olacaq. Yəni doğru cavab 2-də olacaq. A variantı. Keçək 3-cü sualımıza. Bizdən nə istəyir? Deyir, verilmiş çoxluqlardan hansı digərləri ilə eyni güclü deyil? Eyni güclü olması, yəni çoxluğun elementlərinin sayını bildirir. A variantında biz görürük ki, 4 dənə elementi var. D variantında 4 element var. Y-də də 4-dür. B-də də çoxluğun gücü 4-dür. Amma C variantında 3-dür. Niyə? Çünki element sayı 3-dür. Deməli, bizdə eyni güclü olmayan olacaq C variantı. Yəni, element sayıdır da eyni güclü. 4 dənəsində hər birində element 4-dür. C-də isə 3 dənə. 4-cü sual. Rənglənmiş hissə necə ifadə olunur? Deməli, biz burada nəyə fikir verməliyik? Görürük ki, A çoxluğu, B çoxluğu, ümumən hamısı daxildir. Bir də kəsişmələri xaric. Yəni, A və B çoxluğunun onların kəsişməsində olmayanı. Və yaxud da deyə bilərik ki, 4-cü sualda A ilə B birləşir. A ilə B birləşəndə nə olur? A ilə B birləşəndə bütün hamısı rənglənir də. Düz deyilmi? Eyler-Weyne diaqramın dairələrin içi ümumiyyətlə rənglənir. Bir dənə fərq nədir? Onların kəsişməsi. Deməli, A ilə B birləşəcək. Aid olmayacaq bir dənə kəsişməsi. A kəsişir B şəklində. Yəni, doğru cavab burada olacaq. Y variantı. Yəni, A birləşir B, fərq onların kəsişməsi. Deməli, 5-ci sualımızda görək nə istəyir bizdən? 5-ci sual deyir ki, C-nin natural bölənlərin sayı 12 olarsa, C üstü 4-ün natural bölənlərin sayı ən az neçə olar? Deməli, uşaqlar, onda C-nin natural bölənlərin sayı 12-dirsə, onda C-nin vuruqlarını məsəl üçün A, B, C götürməyək, D götürək məsəl üçün. Onda bunların məsələn üzərlərinə elə qiymət yazmalıyam. Yekunda natural bölənlərin sayı necə tapırdıq? Üzərinə bir gəlib bir-birinə vururduq da. Məsəl üçün olsa, bunun üzəri 1, məsələn bu da 2 olsa, onda olacaq 1 plus 1, vurulsun 1 plus 1, bir də vurulsun 2 plus 1-ə. Bunların hasili 2, 2, 4, 3-ə də vuranda eləyəcək 12. İndi deyək ki, bunun hər tərəfini C üstü 4, yəni 4-cü dərəcənin qüvvətə yüksəlsək, onda olacaq A üstü 4, qüvvətin qüvvəti bir-birinə vurulur da. B üstü 4, bir də olacaq D üstü 8. Bunun natural bölənlərini tapsaq, olacaq 4 plus 1 vurulsun 4 plus 1, bir də vurulsun 8 plus 1 şəklində olacaq. Burada 5, 5 vurulsun 9 olacaq. O da çox böyük ədəd eləyir təbii ki. Deməli, ən az deyir deyə, onda biz C çoxluğunun elementini sadəcə bir dənə götürək. Tutaq ki, sadə ədəddir. Məsələn, bir dənə A-dan ibarətdir.
A üstü olsun 11. C-nin deməli vurğu olsa A üstü 11. Onda bunun natural bölənləri nə olacaq? 11 plus 1 olacaq. Deyə o da bərabər neçəyə? 12. İndi C-nin üstü 4 də nəyə bərabər olacaq? Onda bərabər A üstü 11, 10 üstü 4. Yəni A üstü olacaq, bir-birinə vuracaq. A üstü 44. İndi 44 isə natural bölənlər neyinirdik? Üzərinə, qüvvətlərin üzərinə 1 gəldik. Bu da olacaq. Bir dənə 44 var da, başqa yoxdur. Onda üzərinə bir gəndə eləyəcək 45. Yəni doğru cavab burada Y variant. Başqa hansı hallarda yoxlayırsınız, yoxlayın. Ədədimiz böyük eləyəcək. Sonra keçək 6-cı sualımıza. Deyir 30% 42 olan ədədin 5-də 2-sini tap. Yəni hansı ədədin 32%, 30% 42 edər? Deməli 30% 42 olan ədədi tapaq ilk öncə. Yəni hansı ədədin 30% bölünsün 100 bərabər eləyər 42. Deməli buradan x-i tapsa sıfırların bir ixtisar getsin. Olacaq x bərabərdir. Çarpaz vursaq 42 vur 10. Bir də 3-ü də vuracaq nəyə? 1-ə. Buradan 42 3-ə bölünür, düşür. Neçə düşəcək? 42-nin 3-ə bölündü. 14. Bəli 14. 14 ona vuranda eləyəcək 140. Deməli 140. İndi deyir ki, həmin ədədində 5-də 2-sini tap. 140-ın da 5-də 2-si olacaq. 140 vurulsun 5-də 2. Ədədin hissəsini tapanda ədədin hissəsini göstərən ədədə vururuq. Deməli 140-ı 5-ə böləcəyik. Neçə düşəcək? Lap 140-ı belə yazaq. 14 vurulsun 10. 5-lə ixtisar gedir, qalsın 2. 2, 2, 4. 14-də 2 vuranda eləyəcək neçə? 56. Yəni doğru cavab olacaq 6-cı sualda A variantı. Keçək 7-ci suala. Bizdən nə istəyir? Deyir, aşağıdakı xətlərdən hansı paraleldir? Ümumiyyətlə yadınızda saxlayın. 2 paralel düz xət. Buradan çəkirəm. 2 paralel düz xət. Və üçüncü kəsən düz xət olarsa, burada yaranan, baxın, bütün iti bucaqlar var. Hamısı bir-birinə bərabər olacaq. Bundan bu daxili çarpazdır, bu da qarşılıqlıdır. Burada yaranan bütün kör bucaqlar da bir-birinə bərabər olacaq. Bu kördur, bu da kördür, bərabər olacaq. Bu kördür, bu da kördür və bir-birinə bərabər olacaq. Bütün kör bucaqlar bir-birinə bərabər olur və bütün iti bucaqlar da bir-birinə bərabər olur. Məsəl üçün, burada tutaq ki, 30 dərəcədirsə, burada olacaq 30, burada olacaq 30 dərəcə. Bütün iti bucaqlar 30 olacaq. Və yaxud da bura tapdım ki, məsəl üçün 150 dərəcədirsə, 150 dərəcə. Onda burada 150 olur. Buradakı bucaqda 150 olur. Yəni bütün kör bucaqlar bu səfər olacaq nə? 150 dərəcə. İndi burada da baxmalıyım. İti bucaqlar bərabərdir və yaxud da kör bucaqlar bərabərdirsə, deməli bu düz xətlər paralel. Burada görürəm ki, 1.65 burada var, 1.65 də burada var. Yəni iti bucaqlar bir-birinə bərabər olan. Bu hansı xətlərdədir? Biri A düz xətlidir, biri də M düz xətlidir. Deməli onda bu düz xətlər nədir? Bir-birinə paraleldir ki, üçüncü kəsən düz xəttin də nəticəsində yaranan burada iti bucaqlar bir-birinə bərabər olub. Yəni A ilə M. Doğru cavab burada olacaq B variantı 7-ci sualda. Keçək 8-ci suala. Deyir ki, olarsa MN kəsişməsi fərq K-nı tapın. Deməli onda ilk öncə 8-ci sualda nə edəcəyik? Gəlin düz xətt çəkək, ədəd oxu. Orada işığı da biraz artıraq. Aha. Deməli burada mənfi 3-dən 4-ə qədər. Bura yazıram mənfi 3 qeyd eləyək. Bir də qeyd eləyirəm. Buradan da tutaq ki, olsun. Burada bizdə 4. Sonra bizdən nəyi soruşur? Bu MN-dir. Sonra N mənfi 1-dən 2-yədir. Bura yazıram mənfi 1. Burada yazıram 2. Bu arada onu da qeyd edeyim uşaqlar. Bunların 4-dən 3-ün heç biri daxil deyil. Halqaya alıram sadəcə. Burada 2 və 1 hər biri daxildir. Halqaya alıb içini qaralayıram. Aha. Sonra deyir bir də 0-dan 6-ya qədər. Buradan da bir dənə 0 götürürəm. Bunu da qırmızı ilə götürək. 0-dan 6-ya qədər və 6-nın özü daxil deyil, amma 0-ın özü daxil. Bizdən nəyi soruşur? M ilə N kəsişsin. Deməli, bizdə M-imiz qara ilə çəkmişdik də, düzdür. M ilə N. N-imiz də mavi rəngi idi. İndi bunların kəsişməsi, baxın, qara ilə mavinin kəsişməsi. Görək, hara düşəcək? Baxın, bax bu hissi. Yəni, mənfi 1, 2 aralı. Deməli, bunda kəsişmə nə oldu? Deməli, M kəsişir N. Bərabər oldu, daha doğrusu, daxil olan aralıq oldu. Mənfi 1-dən 2-yə qədər və özləri də daxildir. İndi fərq biz K-nı tapmalıyıq. K-da olmayanlarını tapmalıyıq. Burada görürük ki, K hansı rənglə rənglənib? Qırmızı rənglə, düzdür. Lap aşağıdan çəkək. İndi bu kəsişmənin K-da olmayanı, yəni yalnız mavi olan hissədir. K-da olmayan hissəsi bax budur, bax uşaqlar. Bax bu hissə. Aydındır, bax bu hissə artıq qırmızıya daxil deyil.
Yəni K-ya daxildir. K qırmızı ilə idi. Bizim də cavabımız mavi ilə. Deməli əslində mavi buradan bura gedərdi. -1-dən 2. Amma bu isə qırmızıya daxildir. Ona görə mən fərqi deyir deyə daxil olmayan hissəni götürməliyəm. Yəni M-nin kəsişməsinin K-ya daxil olmayan hissəsi bax bura olacaq. -1-dən 0-a gedər. Deməli onda yekun cavabımız olacaq M kəsişir N, fərq K bərabər olacaq -1-dən, -1 də daxildir, 0-a qədər və 0-ın özü daxil deyil. Çünki 0-ın özü artıq K-ya daxil idi. -1-dən 0-a qədər özü daxil deyil, olacaq B variantı. 9-cu sual. 9-cu sualda görək bizdən nə istəyir? Deməli deyir ki, C paraleldir deyə alfanı tapın. Şəkili buradan çəkək. Yəni belə düz xətt çəkək. Sonra belə birləşdirək. Belə və düz xətt çəkək buradan. Amma bir də belə uzadaq. Deməli bura D-dir, bura C-dir, bura 95 dərəcədir. Burada 106 dərəcədir. Və gəlin bu hissəni uzadaq. Onu mavi ilə çəkəcəm. Təbii ki, C düz xəttində uzada bilərsiniz, fərqi yoxdur. İndi burada olacaq C ilə paralel idi. Buranı da biraz uzatsaq belə. 2 paralel, bir dənə də kəsən düz xətt olsa, onda 95 ilə bu bucaq nə olacaq? Uyğun bucaqlar olacaq. Və uyğun bucaqlar nədir? Bir-birinə bərabərdir. Bura 95 dərəcədirsə, onda içəridəki tərəf olacaq neçə? 85 dərəcə. Sonra bura 106 dərəcədirsə, bura açıq bucaqda. Onda 180-dən 106 çıxarıq, qalır burada neçə? 74 dərəcə. Burada 3 bucaq yaranır. 3 bucağın daxil bucaqlarının cəmi 180 olmalıdır. Onda burada alfa yazsaq, onda olacaq alfa plus 85 üstə gəlsin 74 bərabər 180-ə. Buradan da alfa bərabər olacaq. 180-dən də 85 ilə 74-ün cəmini çıxanda qalacaq. Neçə dərəcə qalır? 26 dərəcə. Daha doğrusu 21 dərəcə. Alfa olacaq neçə? 21 dərəcə. 9 olacaq. Doğru cavab A variantı. Və yaxud da belə deyə bilərsiniz. Məsələn, buranı 85 tapandan sonra indi bilənlər yəqin ki biləcək. Bucağın bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni 85 ilə alfanın cəmi 106 eləməlidir. 106-dan 85 çıxıb da buranı tapa bilərsiniz. Bu da oldu 9-cu sual. 10-cu sual deyir. Qələmimizi dəyişək rəngini. 2 üstü 20 ədədin 4də 1 hissəsi. 2 üstü 20 yazıram bura. 4də 1-i də belə yazıram. 4də 1 nə deməkdir? 2də 1-in kvadratıdır da, düzdür. 2də 1 də nə deməkdir? 2 üstü -1-in kvadratı olacaq. Bu da bərabər qüvvətin qüvvəti bir-birinə vurur. Olacaq 2 üstü -2. Deməli 2 üstü 20-ni ədədin 4də 1 hissəsini tapanda neyəcəyik? 2 üstü 20-ni 4də 1-ə vurmalıydıq. Deməli onda 2 üstü 20-ni 4də 1 də bu şəkildə yazdıqsa olacaq 2 üstü 20 vurulsun. 2 üstündə -2. Burada əmsallar eyni olanda bir-birinə vuranda nə olur? Qüvvətlər toplanır. Olacaq 2 üstü 20 plus -2-yə. Bu da bərabər olacaq 2 üstü 18-ə. Yəni doğru cavab 10-cu sualda olacaq D variantı. Keçək 11-ci suala. Deyir ki, A ədədi tək natural ədəd olarsa aşağıdakılardan hansı cütdür? Yəni A tək natural ədəddirsə, onda yerinə 1 yazsaq, görək A variantı ödəyirmü? Olacaq 1-in kvadratı 1, üstə gəlsin 2, bu da eləyəcək 3. Bizdən cütü soruşur. A variantı səhvdir. B variantını yoxlasaq 1-in kubu üstə gəlsin 6. Bu eləyəcək neçə? 7. B variantı da ödəmir. C variantını yoxlasaq olacaq 1-in kvadrat üstə gələk 1 bərabər eləyəcək neçə? 2. Yəni doğru cavab burada olacaq C variantı. Cüt oldu. 12-ci sual. Yəni artıq C-ni tapandan sonra digərlərini heç yoxlamağa ehtiyac qalmır. Qarşılıqlı deyir tərs ədədlər cütünü göstərir. Deməli 12-ci sualda A variantına başlayaq yazaq. Ya Allah. Deməli kök altında 5 çıxılsın 1. Bunun tərsi nədir? 1 bölünsün. Kök altında 5 çıx 1-dir. Düzdürmü? İndi biz bunu irrasionallıqdan azad eləməkdə qoşmasına vuraq, yəni plusuna. Onda bu bərabər olacaq. 1 vurulsun, olacaq kök altında 5 plus 1 zaten özü eləyəcək. Aşağıda olacaq kök altında 5 minus 1, bir də kök altında 5 plus 1. Bu da nəyin asılıdır? A plus B, A minus B. Onda yuxarıda olacaq kök altında 5 plus 1, aşağıda da olacaq kök altında 5-in kvadratı çıxılsın, A kvadrat çıx B kvadratda. Yəni olacaq kök altında 5-in kvadratı 5, çıxılsın 1-in kvadratı da 1 eləyir. Bu da bərabər olacaq yekunda neçə? 4-də kök altında 5 plus 1. Deməli bunun tərsinə oldu. 4-də kök altında 5 plus 1. Deməli 12-ci sualda A variantı nədir? Səhvdir. Yəni A variantını götürməyəcəm. Keçirəm B variantına.
B variantında bizə nə verib? Deyir 7. 7-nin tərsini eləyir. 7-də 1 eləyir da. Burada həm tərsini, həm əksini yazıblar eyni zamanda. Deməli, B variantı da səhvdir. Sonra C variantı. Yəni, burada müsbət olmalıydı da B-də, amma mənfi. Mənfi 2-də 1-in, mənfi 2-də 1-in tərsi mənfi 1-də 2-dir. Bu da elə mənfi 2 eləyir da. Yəni, burada müsbət 2 yazıblar. Səhvdir. D variantı 4-də 3-ün tərsi. Deməli, bir dəqiqə. 4-də 3-ün tərsi 3-də 4-dür. D variantı da səhvdir. Bizə təkcə 4 yazıblar. Bir də qaldı Y variantı. Böyük ehtimalla cavabımız Y variantı olacaq. Amma burada nəyə fikir verməliyik? Kök altda 5, kök altda 5 çıxılsın 2-nin tərsi. Bunun tərsi nə olacaq? Olacaq 1 bölünsün kök altında 5 minus 2 düzdür. Bunu da irrasionallıqdan azad eləsək, sürət və məxrəci plusuna vursaq, kök altda 5 plus 2. Bunu da kök altda 5 plus 2'ye vursaq, bu da bərabər olacaq nəyə? Yuxarıda olacaq kök altda 5 plus 2'ye. Bu da a minus b, a plus b'dir. A kvadrat, yəni kök altda 5'in kvadratı 5 eləyir, çıxılsın 2'nin kvadratı b kvadratda, yəni. Bu da eləyir 4. Həqiqətən çıxanda məxrəcdə 1 qalır. Artıq bunu yazmağa ehtiyac yoxdur. İstənilən ədəd çünki 1'ə bölündə elə özü eləyir. Yuxarıda da sürətin özü qalacaq. Kök altda 5 plus 2. Deməli, bunun tərsinə oldu. Kök altda 5 plus 2, yəni qoşmaz. Doğru cavab oldu. Y variantı. Onu da təsdiq etmiş olduq. Niyə bərabərdir? Aşağıdakı deyil ədədlərdən hansı min birə qalıqsız bölünür? Deməli, biz burada sadələşdirməliyik təbii ki. A variantı necə sadələşdirərik? Birbaşa yazacağım. Bərabərdir. Tutaq ki, olar. Biz belə yaza bilərik də. Min üstə gəlinsin. Min 2. Bunun kvadratı çıxılsın. 2 vurulsun. Burada plus alınacaq da. 2 vurulsun. Min vurulsun. Min 2. Burada nəsə əlverişli bir şey alındı mı? Xeyr, yəni burada heç cür min birə gətirmək düşünürəm ki, olmaz. Gəl, digər sürətlə baxaq digər variantlarda. B variantı necə yazmaq olar? Burada kubudur. Açılışını yazsaq birbaşa olacaq min. Üstə gəlinsin. Min 2. Yəni kubun açılışı necədir? A plus B. Bir də olacaq birincinin kvadratı. Yəni minin kvadratı çıxılsın. Birinci vuraq ikinci. Min vurulsun. Vurulsun min 2. Bir də üstə gələk min 2'nin kvadratı. Aha. Burada da bunların cəminin min birə bölünməsini demək olmaz. Çətindir. Buradakı cəm deyiləcək 2002. Hə? 2002. Deməli, burada da 2002 eləyirsə əgər, 2002 eləyir də, bəli, daha doğrusu 2002. 2002 min birə bölünür da, bəli, 2 düşür da, düzdür. Deməli, vuruqlardan biri min birə bölünürsə, deməli, onda bu hasil də min birə tam bölünəcək. Yəni ki, burada cavab B variantı olacaq. Digər variantlarda baxaq. C variantında olacaq, açılışı da elə birbaşa yazıram. Olacaq min 2, çıxılsın min 1. Bir də olacaq min 2, üstə gəlsin min 1 şəklində. Burada çıxanda qalacaq, olacaq min 1 vurulsun, min toplayanda 2003 eləyir da bu da. 2003 şəklində. Bu da min birə bölünürmü? Bu da bölünəcək də min birə. 2 dənə cavab oldu burada. Yenə vuruqlardan biri min birə bölünürsə, həmin ədəd hasil min birə bölünür. Bu da 2002 eləyirdi, o da min birə bölünür da. Burada 2 variant olacaq. Yaxşı, D ilə Y-yə də baxaq görək. D variantında açılış necə olar? Birbaşa yazıram. Olacaq A plus B, A minus B kimi 992 qalıqsız bölünür. Yaxşı, bax, 999 çıxılsın 2, bir də 999 plus 2 olacaq. Bu da bərabər neçə eləyir? 997 vurulsun. Bu da 1001 eləyir da. Burada bəlkə də qalıqsız bölünür. Bəlkə də qalıqlı bölünür olar. Çünki burada bu da vuruqlardan biri 1001 elədir da. Vuruqlardan biri 1001'ə bölünürsə, deməli həmən hasil də 1001'ə bölünəcək. Deməli D variantı da bölünür. Onda Y variantına da nəzər yetirək. Bəlkə biz harada səhvlik eləyirik. Deməli, bərabər yazsaq bunu necə yaza bilərik? Aha. Burada yenə olacaq. Belə yaza bilərik də. Min. Üstə gəlsin 2'nin kvadratı. Çıxılsın. 2 vurulsun. Min. Vurulsun 2. Birinci vuraq ikinci. Burada içəridə eləyir 1002. Çıxılsın 2 vurulsun. Lap bu da eləyəcək 4000. Burada mənfi alınır. Heç yenə 1000'ə bölünməyəcək.
Deməli, Y variantı bölməlidir. Digər variantlara baxaq. Bəlkə harada səhvlik eləmişik biz. Bir dənə diqqətlə baxaq. B variantında bir səfər toplayacağıq. Burada 2002 eləyir də, bəli. C variantına baxaq bir dənə. Bir dəqiqə. C variantı 1002-dən 1001 çıxanda 1 qalır burada. C variantında səhvlik eləmişik. Deməli, A variantı olmadı, C variantı olmadı. Y variantı olmadı. Bir dənə B ilə D qaldı. Deməli, D variantı nağdı vuruqlardan biri 1001 olur da. 999-un üstünə 2 gələndə olacaq 1001. Bəli, D variantı nağdı şərtimizi ödəyir. Bir dənə B variantına baxaq. Deməli, A kubu, onda bu C-ni silirəm. C səhv idi də. A kubu plus B-nin kubu şəklində açsaq. Bunu açılış necədir? A plus B. Buradan da olacaq A kvadrat çıxılsın birinci olaraq ikinci. Yəni A vur B. Üstə gələk bir də ikincinin kvadratı. Bizdə də ədədlərimiz biri 1000-dir. Üstünə gələcək nə? 1002. Bunların cəmi 2002 eləyir də. Bəli. 2002-dən 1001-ə bölünür. C-ni silək. B ilə D. Burada 2 dənə doğru cavab olacaq. Bəli. Burada olacaq 1000-in kvadratı. Artıq ikinci tərəfi hesablamağa ehtiyac yoxdur da. Yəni 1000 daha doğrusu 1000 vurulsun 1002. Bir də üstə gəlsin 1002-nin kvadratı. Ümid edirəm nəzərdən nəsə qaçırmıram. Amma yəni burada 2002 eləyir birinci tərəf. 2002-də 1001-ə tam bölünür. Yəni vuruqlardan biri də tam bölünürsə digəri də bölünəcək. 13-də yəni B ilə D oldu. Keçək 14-cü suala. Deməli 14-də birbaşa olaraq düsturdur. Bizdə qələm şəklində çox uşaqlar deyirlər. Biz burada məsələn bura x yazsaq, bura z yazsaq, daha doğrusu y yazsaq, burada bir t yazsaq, ortadakı bucaq bizə hansı dərəcələrin cəmi idi? X-la y-in cəmi. İndi biz də buradan x-i tapsaq nə olacaq? X bərabər olacaq 70 üstə gəlsin 50. O da neçə eləyir? 120 dərəcə. Yəni doğru cavab olacaq 14-də A variantı. Keçək 15-ci suala. Deyir ki, olarsa müqayisə edin A ilə B-ni. Yaxşı, onda müqayisə eləsək 1 tam 10-da 8 dövrdə 3 olacaq. Bu 1 tam 90-da 83 çıxılsın 8. Bu da eləyəcək 1 tam 90-da biz dövr edən ədədlərin sayı qədər 9 yazırdıq. Dövrlə vergül arasındakı ədədlərin sayı qədər də 0 yazırdıq da. Hərəsindən bir dənə. Olacaq 83-dən də 8 çıxanda neçə qalır? 75. Buna biraz ixtisar aparsaq 5-ə bölsək. Bunun 5-ə bölündə neçə düşür? 1, 15. Bəli, 15 düşəcək. 95-ə bölsək 1, 8, 18. Bu da yenidən 3-ə bölünür. 6 düşər. Burada da 5 düşər. Olacaq 1 tam 6-da 5. Bu da eləyəcək düzgün olmayan kəsirlə 6-da 11. Deməli A variantı, daha doğrusu A bərabər oldu. Buradan yazıram. 6-da 11-ə. Bir də B-ni yazıram. B bərabər. Elə 12-də 22 ixtisar gedir da 2-yə. Qalır nə? 6-da 11. 2-sə hər ikisi nə oldu? 6-da 11. Yəni bir-birinə bərabər olacaqdır. Sonra keçək 15-16-cı suala. Deyir ki, uyğun tərəflər paraleldir və MNK ilə CDF, yəni bu bucaqla bu bucaq CDF cəmi 124. Deməli, uyğun tərəflər paralel olan bucaqlarda hansı qaydamız var idi? Uyğun tərəflər paralel olan bucaqlar hər ikisi iti olarsa bir-birinə bərabər olacaq. Hər ikisi kör olarsa yenə bərabər olur. Biri iti, biri kör olarsa cəmi 180 dərəcə. Biz görürük ki, burada hər ikisi itidir. Deməli, bir-birinə bərabərdir. Yəni, bucaq MNK bərabərdir bucaq CDF-ə. Onda burada hər birinə buna da x yazsaq, buna da x yazsaq, bu da olacaq x. Onda x plus x bizə nə verəcək? 124 dərəcə. Onda 2x 124-dürsə, x də bərabər olacaq 62 dərəcəyə. Bizdən CDF-i soruşur, oldu 62 dərəcə. Keçək 17-ci suala. Deyir, tək elementlərdən ibarət alt çoxluğu, neçə alt çoxluq var? 17. Tək elementlərdən ibarət. Deməli, onda tək elementlər burada hansıdır? 1-dir, 3-dür, 5-dir, bir də 7-dir. Biz dedik, alt çoxluqların sayı necə tapılır? 2 üstü n düsturu ilə. İndi 2 üstü burada 4 element oldu. Olacaq neçə? 2 üstü 4 bərabər olacaq 16. İndi bizə deyir ki, yalnız alt çoxluq tək elementlərdən ibarət olsun. Uşaqlar, biz dedik ki, boş çoxluq istənilən çoxluğun alt çoxluğudur. Yəni, burada 16 dənə alt çoxluğun içərisində boş çoxluq da var. Amma bizə deyir ki, yalnız
Tək ədədlərdən, yəni tək elementlərdən ibarət olsun. Boş çoxluğun elementi yoxdur. Bunun necə tək elementlərdən ibarət ola bilər? Ona görə yekunda 16-dan mən 1 çıxıram. Bu da bərabər qalır 15-ə. Yəni doğru cavab olacaq 17-ci sualda 15. Bunu səhv eləmirəmsə bundan qabaqki sınaqlarda da ya sınaq 3-də idimi, 2-də idimi düşmüşdü belə. Düzdür, bu imenli belə deyil idi, amma bunun da olduğunu vurğulamışdım sizə. Görürsüz, gəldi yenə qabağımıza çıxdı. Aha, desəydi ki, məsəl üçün alt çoxluqlarının sayını tap, onda 1 çıxmazdı. Amma deyir, yalnız tək elementlərdən ibarət olsun. Artıq onda ona görə 1 çıxırıq. Çünki boş çoxluqda heç bir elementi yoxdur. 18-ci sual. Yəni, diqqətli olun orada. Deməli, deyir, AB-nin alt çoxluğudur. Onda gəlin elə burada həmin çoxluğu çəkək. AB-nin alt çoxluğudursa, onda böyük çoxluq B-dirsə, bunun içərisindəki də nə olacaq? A çoxluğu olacaq. İndiyə ki, nisbəti, B-nin A-ya nisbəti 3-ün 1-ə nisbətidir. Yəni, A çoxluğu onda x götürsəm, B çoxluğunda götürəcəm neçə x? 2x. Çünki burada B çoxluğu 3K-nın K-ya nisbətidir da. Onda bu cəmi 3K-dırsa, A-mız da təkcə K olarsa, K ilə yazaq. A-mız təkcə K-dırsa, onda B-miz də 3K-dırsa, onda bura 2K düşür da. Yəni, ümumi cəmi B neçə eləyir? 3K eləyir da. 2K burada, K burada. A-mız K eləyir, B-miz də 2K-sı burada, K-sı da burada, cəmi 3K eləyir. İndi bizə nə deyir? Deyir, birləşməsi 18 olarsa. İndi A çoxluğu B-nin alt çoxluğudursa, onda A ilə B-nin birləşməsi nəyə bərabər olacaq? Böyük çoxluğa bərabər olur. Elə B çoxluğun özünə bərabər olacaq, option. Onda bizə deyir ki, bu da nədir? 18. B çoxluğu da 3K-dir. Onda 3K bərabər 18 olacaq. K da buradan tapırıq ki, neçədir? 6-dır. Bizə deyir, A çoxluğunun alt çoxluqlarının sayını tap. Onda K-nı 6 tapdıqsa, deməli A-nın neçə çoxluğu var? 6 dənə çoxluğu olacaq, elementi olacaq. Bizdən də alt çoxluqların sayını deyir, tap A çoxluğunun. 6 dənə çoxluğu olduğu üçün olacaq 2 üstü 6. Bu da neçə eləyir? 64. Yəni doğru cavab 18 olacaq, 64. Qəşəng sual idi. 19-cu sual. Deyir, 20% 30 olan ədədlər 120-nin 40%-nin cəmini tapın. 20% 30 olan ədəd, həmin ədədi 30-u vururuq 100-ə, bölürük nəyə? Faizi göstərən ədədə. Yəni 20%-ə. Bu da 20 ilə 100 ixtisar gedir. 5 qar, 5 də 30-a vuranda eləyəcək 150. Deməli, həmin ədədim 150 imiş. Bir də deyir, 120-nin 40%-ni tap. Ədədin faizini də tapanda ədədi faizi göstərən ədədə vurub 100-ə bölürük. Sıfırlar ixtisar gedəcək. 4 dəfə də 12 neçə eləyir? 48. Bizdən də cəmini soruşur. Toplayanda 150 ilə 48 eləyəcək 198. 198. Keçək 20-ci suala. Nə deyir? 20-ci sualda deyir, onun tərəfləri perpendikulyar olan bucaqların nisbətində bölüb bucaqların fərqini tap. Bayaqdan deyirik zaten. Onun tərəfləri istər paralel olsun, istər perpendikulyar olsun. Bunlar ya bir-birinə bərabərdir, ya da cəmləri 180 dərəcədir. İndi bunlar bir-birinə bərabər olsa, nisbətlər də elə bir-birinə böləndə elə 1 düşər də, nisbətlər də eyni olar. Amma biri 8-dir, biri 7-dir. Deməli, onda biri 2-dir, biri 2-dir. Yəni, deməli, bunların cəmi nəyə bərabər olmalıdır? 180 dərəcəyə. Onda buradan da olacaq 15K bərabər 180-ə. Buradan da K bərabər olacaq. 15-ə böləndə neçə düşür? 12 düşür də 12 dərəcə. Deməli, K neçə oldu? 12. Deyir, bu bucaqların fərqini tap. Siz burada uşaqlar ayrı-ayrılıqda tapıb yenidən çıxmayın. Elə hazır 8K-dan çıxın 7K-nı, qalacaq neçə K? K-nı da biz neçə tapmışdıq? 12. Yəni, həqiqətən siz hesablasaz, gətirib burada 12-yə vursaq 7-ni, 8-i. Yenidən çıxsaz yenə 12 alınacaq. Hazır elə birinci 8K-dan 7K çıxın, sonra yeni qiymət yazın. Bu da oldu neçə? 12 dərəcə. Keçək növbəti sualımız 21-ci sual. Deyir, qiymətini tapın, hesablamaq lazımdır. Deməli, 13 tam, onda 2-ni vuracam. Bunlar toplayanda neçə eləyir? Bu eləyəcək 4, 6 eləyir da. Vurulsun 6, çıxılsın. Burada da 0,125, yəni 4də 1-dir. Böləndə tərsinə vuracaq. 1-dən 20-də 19 çıxanda qalır 20-də 1 elə bil 20-də 20 da. Bundan da 20-də 19 çıxanda qalacaq 20-də 1. Böləndə tərsinə vuruq. Yəni 1-də 20 olacaq. Buradan da 20-nin 4-ə ixtisar gedir. Qalır burada neçə? 5. Bu da bərabərdir. 6-yı da 13,2-yə vuranda neçə eləyir? Vuraq görək. 60-ı 13-ə vuranda 60 nədir? 6-nı 13-ə vuranda 60, 78, 79 tam
onda 2. Bundan da çıxacaq 5. 74 tam onda 2. Yəni cavabımız olacaq 74 tam onda 2. Keçək 22-ci suala. Deyir ki, ədədin cəmi 6000-dir. Birinin 10% ilə digərinin 30%-in cəmi 1240 olarsa bu ədədləri tapır. Deməli, iki ədədin cəmi, tutaq ki, x plus y bərabərdir 6000-ə və deyir, birinin 10% ilə, yəni tutaq ki, x-in 10%, x vur 10 böl 100, deyir, bərabərdir digərinin 30%. 10% ilə, yox, bərabər demirik. Birinin 10% ilə digərinin 30%, yəni y-ində olsun 30%, bölünsün 100. Cəmi nəyə bərabərdir? 1240-a. Onda cəm belə eləyək də, burada sıfırların birini ixtisar eləyək. Hər tərəfdə 10-a vursaq, burada zaten qalacaq x, üstə gəlsin. Burada da 10-dan ixtisar gedəcək, qalacaq 3y bərabərdir 1240-ı da vuracam 10-a, bir dənə sıfır artırıram. Burada 2 dənə tənliyimiz alındı. Yuxarıdakı tənliyi də gətirib aşağıda yazıram. X plus y bərabərdir 6000. Uşaqlar, birincisi biz alt-alta çıxa bilərik və yaxud da buradan x-i tapıb əvəzləyə bilərik. X-i tapsaq nə olacaq? 6000 çıxılsın y. Burada gətirib yerinə yazarıq. Və yaxud da alt-alta çıxarıq. Onda alt-alta çıxsaq x-dən x çıxanda 0 qalır. 3y-dən y çıxanda 2y qalır. 12400-dən də 6000 çıxanda qalacaq 6400. Buradan da y bərabər olacaq neçəyə? 3200-ə. Y oldu 3200. Bizdən nəyə soruş? Bu ədədləri tapın. Biri oldu 3200. Bunların da cəmi 6000 verməliyik də. 3200. Onda 6000-dən də 3200 çıxanda nə qalır? 2800. Deməli, mənim ədədim biri oldu 2800. Bir də oldu 3200. Cəmi 6000 eləyir də, düz çıxdıq. Bəli. Keçək 23-cü suala. 23. Deyir, əbob 2 üstü x-dan 6 üstü x-i 32 olursa x tap. Burada ən yaxşısını inəyəcəyik. Parçalamalıyıq. Yazıram 2 üstü x zaten sadədir. 6-nı parçalayırıq. Yazırıq 2 üstü x vurulsun 3 üstü x. Qüvvətlər sabit saxlayaraq biz ədədin özünü parçalaya bilirdik. Məsəl üçün yazıram bura 12 üstü 7 necə yaza bilərdik? 3 üstü 7, 4 üstü 7. Qüvvət sabit qalmaqla özünü parçalayırıq. Buradan da bərabərdir dedi 32. Buradan ortaq vuruq nəyi çıxarda bilərim? 2 üstü x-i çıxardıram əbobun qarşısına. Elə bir qaydamız var idi. Burada qalacaq 1. Burada da qalacaq 3 üstü x bərabərdir 32. Birdən istənilən ədəd nədir? Qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərində əbobu 1. Biri də 2 üstü x-ə vuranda elə 2 üstü x eləyir. Burada da 32-ni də yazıram. 2 üstü 5 kimi. 32 2 üstü 5 demək. Burada deməli təbii ki, sol tərəf sağ tərəfə bərabər olması üçün əmsalları eynidir. Deməli onda qüvvətlər də nə olmalıdır? Eyni olmalı. X də bərabər olacaq 5-ə. Burada yazıram 5. 24-cü sual. Deyir, soyuducun qiyməti 30% bahalaşdı. Soyuducun qiyməti 30% bahalaşdı. Deyir, yeni qiymətini neçə faiz endirmək lazımdır ki, əvvəlki qiymət hansı? Deməli, tutaq ki, mənim soyuducum qiyməti 100 manatdır. Sonra 30% bahalaşıb. 100-ün 30% ilə neçə eləyir? 30 eləyir da. Düzdür, 100 vurulsun, 30 bölünsün 100. Bu eləyəcək 30. Yəni 30 manat bahalaşsa olacaq 100 plus 30 bərabər olacaq 130 manat. İndi deyir ki, yeni qiymət, yəni 130 manatı yenidən neçə faiz endirək ki, əvvəlki qiymət, yəni 100 manat alınsın. İndi ilkin qiymət neçə oldu bu səfər? 130 manat. Yəni 130 manat məndə 100%-dirsə, onda 100 manatı endirmək istəyirəmsə, bu da olsun x faiz. Buradan da x-i tapanda nə olacaq? X bərabərdir olacaq. Çarpaz vuranda 100 vur 100 bölünsün 130. Burada tam düşmür da deyəsən. Sıfırlar ixtisar gedir. Mini də 13-ə böləndə neçə düşəcək? Burada biraz uzun alınacaq. Burada yekunda çıxaq. 100-dən həmin qiyməti çıxmalıyıq. Yəni, bax, belə də cavab çıxacaq. Prosto 100-dən həmin qiyməti 100-dən çıxmalıyıq. Bəli, 100-dən həmin qiyməti çıxıb cavabı tapmalıyıq. Və yaxud da gəlin belə tapaq. Biraz sadə hesablama olsun deyə. Deməli, ilkin qiymətim 130-dur. Deməli, 130-u 30 manat endirməliyəm da, 30 manat çıxmalıyım. Onda 130-dan çıxmalıyım 30 manat. Onda 130-un neçə faizi 30 eləyər? 130 vurulsun x bölünsün 100. Bu da bərabər olmalıdır neçə? 100-ə. Deməli, 130-u 30 manat endirməliyim. Yəni, 130-un neçə faizi 30 eləyər? Və çıxandan sonra da neçə olmalıdır? 100 olmalıdır. Onda buradan
olacaq 130 vurulsun x bölünsün 100 bərabərdir. 130 çıx 100, yəni qalacaq 30. Buradan da sıfırların birini ixtisar eləyirəm. Olacaq 13x bərabər çarpaz vursaq olacaq 300. Buradan da x bərabərdir 313-ə böləndə 23 tam 13-də 1% düşəcək. 23 tam 13-də 1 deyirəm də burada kəsrlə alınacaq. Yəni bu şəkildə də hesablaya bilərsiniz. Sonra 25. Yəni faiz sualların ümumiyyətlə fərqli üsullarla işləmək olar. Fərqi yoxdursa hansı asan gəlir elə işləyin. Deməli 2-ni bölür 3-də 1-ə tərsinə vurmalıyıq. Olacaq 2 vurulsun 1-də 3. Bu zaten 6 eləyir. Sonra 2 vurulsun 3-də 1-in, daha doğrusu 2 bölünsün 3-də 1-in kvadratı. Bu olacaq 2 böl 9-da 1 deməkdir. Bu da tərsinə yenə 2 vurur 1-də 9, yəni 9. Bu da eləyəcək 18. Sonra bu olacaq 2 bölünsün 27-də 1. Böləndə tərsinə vuracaq 2 vurur 27. 1-də 27, o da 27 eləyəcək, yəni 54. Və nəhayət digərdə olacaq 2 bölünsün 81-də 1. Bu da olacaq 2 vur 81. Tərsi bölündə tərsinə vuruq. 162. Məndən də cəmini soruşur. Toplayacağım da. 6 plus 18 plus 54 plus 162. Bunun cəmi eləyəcək 24. 24 ilə 54 toplayanda eləyəcək 8, 78. Onda 162 ilə də 78 toplayaram. Bu eləyəcək 0 yazacaq. 1 yadda, 23, 1 də yaddaydı, 24. 240. Yekun cavabımız olacaq 240. Bu da sınaq 4-ün izahı. Ümid edirəm sizin üçün yararlı oldu. Fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.